Bismillah, elhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Əziz həmvətənlərimiz, möhtərəm müsəlmanlar, bugün sizlərə firqələr mövzusunda daha bir tayfa haqqında bəhs edəcəyik. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bugün sizlərə qədyanilik haqqında danışacaq. Qədyanilik nədir? Nəyə çağırırlar, nəyə dəvət edirlər? Əziz izləyicilərimiz, mövzumuzu bir neçə aspektdən ələ ala bilərik. Birincisi, qədyanilər və ya Əhmədilər kimlərdir? Qədyanilik 1900-cü ildə İngilis müstəmləkəçiləri tərəfindən müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq, İngilis işğalına razılaşmaq və işğalçılara qarşı döyüşməməyi onlara təlqin etmələri üçün Hindistan ərazisində ortaya çıxmışdır. Bununla da yeni din onları mübarizlikdən, vətəni qorumaqdan yayındıracaq, İslamdan uzaqlaşdıracaq və nəticədə İslam adı ilə müstəmləkəçilərə qarşı mübarizə aparan olmayacaqdır. Bu hərəkatın fikirlərini İngilis dilində nəşr olunan Dinlər jurnalı ifadə eləyirdi. Yeni batil dinin qurucusu sonradan ömrünün böyük bir hissəsini İngiltərə hökumətini dəstəklədiyini və bu hökumətin yardımına həsr etdiyini etiraf etmişdi. Onun öz ölkəsinin torpaqlarını işğal edən İngilis hökumətinə müti olması və mütiliyə dəvət etməsi haqqında sözləri çoxdur. İkincisi, qədyanilik necə meydana gəldi, əsas liderləri kimlər olmuşdu? Qədyanilərin lideri Mirzə Qulam Əhməd Qədyanidir. O, qədyaniliyi ortaya çıxarmağı gerçəkləşdirmək üçün əsas fiqur idi. O, Pəncab bölgəsinin Qədyan şəhərində anadan olmuşdur. O, vətənə və dinə xəyanətlə məşhur olan bir ailəyə nisbət olunur. Bax, beləcə, Qulam Əhməd bütün hallarda müstəmləkəçilərə müti, itaətkar olaraq böyümüşdür. Ona görə də ona ağaları tərəfindən yalançı peyğəmbərlik missiyası verilir ki, ətrafına savadsız insanları toplasın və onlar İngilis müstəmləkəçiliyinə qarşı döyüşməkdən yayınsınlar. Britaniya hökumətinin qədyanilərə çoxlu yaxşılıqları olmuşdu və bu dırnaqarası yaxşılıqları onlar əbəs yerə etmirdilər. Qədyanilər də bunun müqabilində İngilisləri özlərinə ağa hesab edirdilər. Öz tərəfdarları Qulam Əhmədi sağlamlığı yerində olmayan, çoxlu xəstəliklərdən əziyyət çəkən və narkotik maddələrin aludəçisi kimi tanıyırdılar. Ona qarşı ümumən Hindistan ərazisində mübarizə aparan İslami elm adamlarından Əhlül Hədis cəmiyyətinin rəhbəri olan Şeyx Əbülvəfa Sənaullah Əmrüstəri idi. Allah ona rəhmət etsin. Bu şeyx Qulam Əhmədlə görüşüb, onunla elmi münazirə etmiş, onun hüccətini dəlillərlə dağıtmış, onun gizli niyyətini, küfrünü və haqq yoldan azmasını ifşa etmişdi. Bununla yanaşı, Qulam Əhməd doğru yola gəlmədiyi zaman Şeyx Əbülvəfa ona belə mübahilə etmişdi ki, qoy Allah ikimizdən birini, yəni yalançını doğru olan şəxsin sağlığında ikən həyatdan götürsün, yəni Allah onu öldürsün. Bu mübahilənin üzərindən azsaylı günlər keçir və Qulam Əhməd 1908-ci ilin may ayında ayaq yolunda nəcisə bulaşaraq vəfat eləyir, dünyasını belə eybəcər bir şəkildə dəyişir. Qədyanilərin digər liderlərindən isə Nürəddini qeyd etmək olar. O, qədyanilərin birinci xəlifəsi, yəni davamçısı hesab olunur. İngilislər onun başına xilafət tacı qoymuşdular və müridlər də beləcə ona tabe olmuşdular. O, Quran-ı Kərimin İngilis dilinə təhrif edilmiş tərcüməsini yazmışdı. Digər yazdığı kitablardan isə Həqiqətül İxtilaf, Ən-Nübüvvətül fil-İslam, Əd-Dinəl-İslami kitablarını misal çəkmək olar. O, qədyaniliyin əsas ideoloji sütunlarından biri idi. Qədyanilərin digər liderlərindən isə Məhəmməd Əli Xoca Kəmaləddini qeyd etmək olar. O, Lahor şəhərində qədyanilərin başçısı, yəni əmiri sayılırdı. Həmçinin müstəmləkəçilərin cəsusu və qədyaniliyin ideoloji sütunlarından biri idi. O, qədyanilərin adından xitab edən jurnal da nəşr etdirirdi. O, peyğəmbərlər haqqında
Əl-Məsailul Ə'lə kitabını yazmışdı və başqa kitabların da müəllifi idi. Qədiyanilərin digər liderlərindən biri isə Muhammed Sadiq idi. O, Qədiyanilərin müftisi olmuşdu. Digər liderlərindən biri isə Mahmud Əhməd İbni Qulam idi. O, Qədiyaniliyin ikinci xəlifəsi, yəni davamçısı hesab olunur. Digər liderlərindən isə Zəfərullah xan Əl-Qədiyanidir. Onun Pakistanın ilk xarici işlər naziri olaraq təyin edilməsinin bu azğın firqəyə dəstək göstərilməsində böyük rol olmuşdu. O baxımdan ki, o Pəncab vilayətində Qədiyanilərə aid beynəlxalq mərkəzə aid olması üçün xüsusi böyük bir torpaq ərazisi ayırmışdı. Üçüncü məsələ. Qədiyanilərin fikir və əqidələri nədir? Qulam Əhməd əvvəlcə öz fəaliyyətinə İslam təbliğatçısı kimi başlayır və ətrafına tərəfdar toplayır, sonra isə iddia edir ki, o mücəddiddir, yəni dini yeniləyən bir şəxsiyyətdir və Allah tərəfindən güya ilham alır. Sonra tədricən başqa addımlar atır və iddia edir ki, o Mehdi Əl-Müntəzərdir, yəni gözlənilən Mehdidir və ya vəd edilən Məsihdir. Sonra da iddia edir ki, o peyğəmbərdir və onun peyğəmbərliyi güya Məhəmməd sallallahu aleyhi və səlləmin peyğəmbərliyindən belə üstün imiş. Bəli, o belə iddia edirdi. Qədiyanilərin fikir və etiqadlarından bəziləri isə bunlardır. Qədiyanilər inanırlar ki, Allah oruç tutur, namaz qılır, yatır, oyanır, yazır, səhv edir, yaxınlıq edir və s. Şək yoxdur ki, uca Allah onların bu çirkin iftiralarından uzaqdır və çox ucadır. Həmçinin Qədiyanilər inanırlar ki, onların Rəbbi ingilisdir, çünki o ingiliscə xitab edir. Haşa. Həmçinin onlar Qədiyanilər etiqad edirlər ki, peyğəmbərlik Muhammed sallallahu aleyhi və səlləmin peyğəmbərliyi ilə tamamlanmamışdı. Ha belə, onlar Cəbrail adlı vəhiy mələyinin aleyhissalamın Qulam Əhmədə nazil olub ona vəhiy gətirdiyinə, ona gələn ilhamların güya Quran kimi olduğuna inanırlar. Həmçinin onlar etiqad edirlər ki, onlara nazil olan kitabın adı Əl-Kitab Əl-Mübindir, yəni açıq aydın kitabdır güya. Və bu, Quran kitabından başqa bir kitabdır. Ha belə, onlar, yəni Qədiyanilər etiqad edirlər ki, onlar yeni dinin müstəqil bir şəriətin sahibidirlər və Qulam Əhmədin dostları sahabələr kimidirlər. Bununla yanaşı onlar inanırlar ki, Qədiyan kəndi Mədinə-i Münəvvərə və Məkkə-i Mükərrəmə kimidir. Hələ bu ikisindən də üstündür və Qədiyanın torpağı müqəddəsdir. Təbii ki, onlara görə və onların qibləsidir, həcci də elə həmin yerə tərəf edirlər. Qədiyanilər İslamdakı döyüş, yəni cihad etiqadını silməyə çağırış etdilər. Bunun kimi öz torpaqlarını işğal eləyən İngilis hökumətinə kör itaətə çağırdılar. Çünki onların iddiasına görə güya Quran ayəsinə əsasən İngilislər onların əmr sahibi, yəni ağası hesab olunurmuş. Onlar Qədiyaniliyi qəbul eləyənə kimi hər bir müsəlmanı kafir hesab edirlər. Eləcə də hər kim Qədiyanilərdən başqası ilə evlənər və ya evləndirərsə, o da onlara görə kafir hesab olunur. Qədiyanilər şərabı, içkini, nəşəni, narkotik maddələri və ağlı başdan çıxaran şeyləri halal hesab edirlər. Dördüncü məsələ. Qədiyanilərin inandıqları fikir və əqidələrin kökü hara gedib çıxır? Seyyid Əhməd xan qərb yönümlü hərəkatı yaydığı zaman azğın fikirlərdən dolayı Qədiyaniliyin ortaya çıxmasına zəmin yaratmışdı. İngilislər bu vəziyyətdən istifadə eləyərək Qədiyanilik hərəkatını ortaya çıxardılar və bu hərəkata müstəmləkəçilərə işləməkdə dərin kökləri olan bir ailədən seçdikləri adamı başçı təyin etdilər. 1953-cü ildə Pakistanda xalq üsyanı baş verir və onlar o vaxtki xarici işlər naziri olan Qədiyani inancında olan Zəfərullah xanın istefasını tələb edirlər. Sonda Qədiyanilər tayfası qeyri-müsəlman azlıq kimi hesab edilir. Bu hadisələrdə 10.000 müsəlman iştirak edir və onlar Qədiyaniliyi təbliğ edən nazirin istefasına nail olurlar. 1974-cü ilin aprel ayında Məkkə şəhərində yerləşən İslam aləminin rabitəsi beynəlxalq təşkilatında böyük bir konfrans keçirilmiş və həmin konfransa qatılmaq üçün dünyanın müxtəlif yerlərindən
beynəlxalq İslam təşkilatlarının nümayəndələri və alimlər gəlmişdilər. Bu böyük konfransda Qədiyani tayfasının küfr etiqadı üzərində olduğu və İslamdan xaric olduğu elan olunur. Müsəlmanlar tələb eləyirlər ki, Qədiyanilərin təhlükəsinə qarşı mübarizə aparılsın, onlarla əlaqələr kəsilsin, cənazələri müsəlman qəbristanlığında dəfn edilməsin. Pakistanın mərkəzi parlamenti olan Ümmət Məclisi Qədiyanilərin o vaxtki lideri Mirzə Nasir Əhmədə qarşı elmi münaqişə və rəddiyə etməsi üçün müftiyə, yəni Şeyx Mahmuda tapşırıq verir. Bu elmi söhbət 30 saat çəkir və Nasir Əhməd müftinin suallarına cavab verməkdən aciz qalaraq ifşa olur və bu tayfanın İslamdan xaric küfr tayfası olması haqda örtük aradan qalxır. Bundan sonra Pakistanın Mərkəzi Məclisi Qədiyanilərin qeyri-müsəlman azlıq olması haqqında qərar qəbul edir. 5-ci məsələ. Nə üçün İslam alimləri Mirzə Qulam Əhməd Qədiyanini qeyri-müsəlman hesab etmişdilər? Bu səbəblərə indi qeyd eləyəcəyim amillər daxildir. Birincisi, Quran-ı Kərimi təhrif etməsi və onu başqa kitabla əvəz etməsi. İkincisi, onun peyğəmbərlik iddiasında olması. Üçüncüsü, vətəninə xəyanət eləyib müstəmləkəçilərə xidmətinə görə İslamdakı döyüş anlayışını dindən silməyə çalışması. Dördüncüsü, Məkkəyə həcc etmək ayinini silərək onu öz yaşadığı Qədiyan kəndinə tərəf yönəltmək istəməsi. Beşincisi, Allahı bəşər övladına bənzədərək Allahın yatdığını, durduğunu, namaz qıldığını, yaxınlıq etdiyini və s. kimi insanın etdiyi bir çox işləri gördüyünü və küfr etiqadları iddia etməsi. Altıncısı, onun batinilərin bir çox əqidəsinə, ha belə reinkarnasiyaya və Allahın insan bədəninə haşa güya hülul etməsinə, yəni daxil olmasına inanması. Yeddincisi, Allaha övlad nisbət etməsi və özünün də Allahın oğlu olması kimi bir küfr sözü iddia etməsi. Səkkizincisi, Muhammed sallallahu aleyhi və səlləmin sonuncu peyğəmbər olmasını inkar etməsi. Doqquzuncusu isə Yahudi, Xristiyan və batini dinlərindən təsirlənərək ortaya qarışıq bir din çıxararaq zahirdə güya müsəlmanlıq iddiası etməsi. Altıncı məsələ. Qədiyanilik hansı ölkələrdə yayılmışdır? Qədiyanilərin böyük əksəriyyəti bugün Hindistan və Pakistanda yaşayırlar. Az bir qismi isə İsraildə və Ərəb dünyasında yaşayırlar. Onlar müstəmləkəçilərin yardımı ilə yaşadıkları hər dövlətdə mühüm məqamlara nail olmağa çalışırlar. Qədiyanilərin Afrikada və bəzi qərb ölkələrində böyük aktivlikləri var. Onların yalnız Afrikada qədyaniliyə dəvət məqsədi ilə nəzərdə tutulmuş 5000 mürşid və təbliğatçıları var. İngiltərə hökuməti bu batil təriqəti və ya dini himayə eləyir və qədiyanilik tərəfdarlarına beynəlxalq hökumət orqanlarında şirkətlərin idarəsi və səfirliklərdə vəzifə əldə etməyi asanlaşdırır, onları yüksək məvaciblə öz gizli orqanlarında zabit kimi işlə təmin edirlər. Qədiyanilərin İsraildə də xüsusi mərkəzləri var və onlar İsraildə böyük qayğı və diqqətlə əhatələnmişlər. Onların İsraildəki rəsmi dairələrlə əlaqələri haqda Şeyx İhsan İlahi Zahir özünün Qədiyaniyə araşdırma və təhlil kitabında ətraflı şəkildə bəhs etmişdir. Britaniyada İslam Televiziyası adlı TV kanalı var ki, onu Qədiyanilər idarə edirlər. Diqqət çəkən məqamlardan biri də Qədiyanilərin öz adlarını Əhmədiyyə olaraq dəyişmələridir. Xüsusən də Afrika qitəsində onlar bu cür eləyirlər. Bu isə insanları aldadaraq adları çevirib həqiqətləri dəyişdirməkdəndir. Əziz izləyicilərimiz, nəticə isə budur. Qədiyanilik azmış və azdırıcı, münhərif bir təbliğatdır. Bu təbliğatın İslamdan heç bir payı yoxdur. Əqidəsi hər bir aspektdən İslama qarşıdır, İslama müxalifdir. İslam alimləri onların küfrünə fətva verdiyi üçün müsəlmanları onların fəaliyyətindən çəkindirmək lazımdır. Sonda Allahın elçisi, hidayət çırağı olan Muhammədə, onun əhl-i beytinə və səhabələrinə Allahın salavatı və
salamı olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.